Quranda harda yazılıb ki 5 vaxt? Allahın sözündən danışıram. İndi ola bilsin bəziləri təəccüblənsin. Vay, biz elə bilirdik filan filan. Nə bilirdin özü üçün? Bu gündən. Quran-ı Kərimdə 5 vaxt məsələsi yoxdur. Quran-ı Kərimin ayələri 3 vaxt deyir. Bir də gecə namazının vaxtını deyir. 5 vaxtı heç kim Quran-ı Kərimdə Allahın sözü ilə, o mötərəzələrlə yox. Mötərəzələrlə yox, təzədən deyirəm. Get bax təzədən İsra surəsinə, Ənbiya surəsinə, filan surəyə, filan surəyə. Quranda 5 vaxt yoxdur. 5 ədəd vaxt qeyd olunsun. Qəsəqilli, duluküş-şəms, Qur'an-ül fəcr, filan 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 5 dənə. Belə bir ayə Quran-ı Kərimdə 114 surədə yoxdur. Əyyuhəl muslimun, ey şiyələr və ey sünnilər. Kim sizə deyir, yalan deyir. Quran-ı Kərimdə 5 vaxt deyilən şey yoxdur. Mötərəzələrlə bəli, düzəldə bilərsən 5 dənə. Amma Allah kəlməsi, İsra surəsində olan Qur'an-ül fəcr, Qəsəqil-leyl, duluküş-şəms. Neçə vaxt oldu? 3. Və yerdə qalan 2 namaz nə olacaq? Allahın yadından çıxıb, nəuzubillah. Bir ayə yoxdur ki, orada 5 vaxt olsun. Həmən adam gətirər, onu kəlmə-kəlmə başa salaram ki, burada nədir?